Salam əziz izləyicilər, mən Abbas Hacıyev, meyvəçi mütəxəssis. Bugünkü mövzumuz çiçəklərdə mayalanma prosesidir. Hansı ki, həmən dönəmlərdə, bu çiçəkləmə dönəmində qışdan yaza keçməsi ilə, havaların qışdan yaza keçməsi ilə əlaqədar olaraq axşamlar soyuq, gündüzlər biraz isti, bəzən yağışlı, bəzən şaxtalı da ola bilir, havalar müxtəlif olur, fərqli olur. O dönemlerde meyve ağaçlarda olan çiçəklər stresə düşə bilir. Çünki havanın sərt dəyişməsi, yağmurlu havaların olması göbələk xəstəliklərinin yoluxmasına gətirib çıxarır. Manilyoz, meyvə manilyası, çiçək manilyası bu kimi xəstəliklərə yoluxmasına gətirib çıxarır və son nəticədə məhsuldarlıq aşağı düşür və meyvə çiçəklərimiz mayalanmanı tam həyata keçirə bilmir, xəstələnir və tökülürlər. Bu halların baş verməməsi üçün çiçəkləmə dönəmində ağacları diqqətlə müşahidə etmək lazımdır. Deməli, ən birinci, təbii ki, qış dönəmindən sonraki bordo məhlulu falan o dərmanları keçdikdən sonra artıq ağ buton, ondan sonra məsələn bu çiçəklər gavalı ağacı olduğuna görə bu ağac gavalıda olur ağ buton, sonra çiçəkləmənin başlanğıcı, tam çiçəkləmə və çiçəkləmənin sonu. Bu 4 dənə əsas prosesə daha yaxından diqqət etmək lazımdır. Deməli biz çiçəkləmənin başlanğıcı deyəndə, yəni bəyaz ağ buton mərhələsində fungisid, gübrə, fungisid olaraq havanın soyuq olması ilə əlaqədar sprodinil tərkibli fungisiddən istifadə edirik. Çünki havanın temperaturu 20 dərəcədən aşağı olduqda ən yaxşı effekti sprodinil verir və tiafonat metil tərkibli dərmandan da istifadə etmək olur. Deməli, ağ buton mərhələsində biz sprodinil fungisid, sprodinil, ondan əlavə dəniz yosunu və deltametrin zəhər istifadə edirik. Çünki hələ çiçəkləmə başlamamışdı, ətrafda arılar uçuşmurdu, ona görə də rahatlıqla deltametrini istifadə edə bildik. Deltametrin və yaxud da başqa bir zəhər də istifadə etmək olar, lakin biz deltametrini istifadə etdik. Deməli, sonra çiçəkləmənin başlanğıcı gəldi. Çiçəkləmənin başlanğıcı, yəni 5%, 6%, 10% çiçəkləmə, hansı ki artıq həmən çiçək butonları açılır və əraziyə arıların uçuşu müşahidə olunur. Bu dönemdə də yenə də havanın şəraitinə baxdıq. Hava, yəni yağmurlu havalar çox oldu. Bu illəri, yəni çiçək vaxtı yağmurlu, hardasa bir həftə yağmurlu keçdi havalar. Havaların yağmurlu keçməsinə baxmayaraq biz həmən günlərdə arada, yəni bir gün, 2 gün yağmursuz olan bir vaxtda öz dərmanlamamızı apardıq. Yenə də sprodinil tərkibli dərmandan istifadə elədik və bor gübrəsi vurduq. Ondan sonra hal-hazırda tam çiçəkləmə dönəmidir. Tam çiçəkləmə dönəmində də biz yenə də sprodinil və bor gübrəsindən istifadə edəcəyik. Çünki bor gübrəsi hüceyrə divarının elastikliyini artırır və kalsiumun sorulmasını sürətləndirir bitkidə. Ona görə bor gübrəsini istifadə edirik bu dönemdə ki, kalsiumu bitki daha rahat götürə bilsin və kalsium da bilirsiniz ki, bitkinin möhkəmliyinə, yəni köməklik edir. Daha dözümlü edir bitkini. Və hal-hazırda çiçəkləmənin sonuna yaxınlaşırıq. Görürsünüz ki, bu çiçək ləçəkləri tökülür. Bu da o deməkdir ki, mayalanma artıq yekunlaşır. Hardasa 2-3 gün ərzində ağacın üstündə çiçək ləçəkləri artıq qalan deyil. Hamısı tökülüb gedəcək. Çünki mayalanma bitib, artıq meyvələrin içində, çiçəklərin içində meyvələr görünür. Bura yaxından çək, bir dənə görsünlər. Deməli, bir də biz dərmanlamanı aparacaq. Hardasa meyvələr artıq çiçəkdən çıxdıqdan sonra, meyvələr çiçəyin içindən çıxdıqdan sonra dərmanlama aparacaq. Təbii ki, o da hava şəraiti ilə əlaqədar olacaq. Əgər havalar yağıntılı, soyuq və yaxud da
yəni tez fərqli ola bilərsə, gündüzlər isti, gecələr soyuq ola bilərsə, o zaman dərmanlama aparacağıq ki, çiçəklərimiz manilyoz xəstəliyinə yoluxmasın. Meyvə manilyasına yoluxsa, sonra formalaşmış meyvələr başlayır ağacdan tökülməyə. Bu da təbii ki, yenə də məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Bu kimi halların baş verməməsi üçün biz bütün fenofazalarda dərmanlamamızı vaxtı-vaxtında aparırıq ki, ağacımızda hər şey qaydasında olsun. Burada istəyirəm ki, bir dənə çiçəyi qoparım və çiçəyin içində olan meyvə ilə sizləri tanış edim. Məsələn, bu bir çiçəkdir və bunun içində bu da bizim mayalanmış artıq dişiciyimizdir. Hansı ki biraz da meyvə biraz da böyüdükdən sonra bu saplaq buradan qopacaq və meyvə çiçəkdən çıxacaq. Meyvə çiçəkdən, çiçək yatağından çıxdıqdan sonra artıq biz növbəti zəhərlə dərmanlama, yəni zəhər dedikdə insektisidlərlə dərmanlama aparacağıq ki, həm ağacımız mənənələrdən qorunsun, həm də ziyanvericilərdən. Bu qədər, əziz izləyicilər. Deməli, videolarımızı bəyənin, kanalımıza abunə olun ki, yenə də yeni videolarla, maraqlı videolarla sizi tanış edə bilək. Təzə videolar çəkildikdə sizin məlumatınız olsun. Bugünlük bu qədər. Sağlıqla qalın. İnşallah ki, gələn videolarda görüşərik.